Hə, uşaqlar. Hara gedirik? Oğuz hardadır? Azərbaycanda. Oğuzda. Nə bilirsiniz Oğuz haqqında? Kirvə salam. Ay aleykum assalam ay bratva. Heç nə bilmirsiniz? Yox. Yaxşı, indi gedərik öyrənərsiniz. Ну что, прощай, Бакуна. Ну ço, bunlar nə öyrəndilər Kirvə? Ой, Oğuz, оказывается. Adı neydi onun? Vartaşen. Vartaşen, ya. Vartaşen. Ay sağ ol. Vartaşen o. Gelir bakalım göre Vartaşen neydi de orada. Gözəl vəziyyət. Eyvallah. Gedirik. Gedirik Vartaşen. Vartaşı. Hə. Niyə Vartaşı? Hə? Çünki ermənilər orada yaşayan. Ermənilər qoyub adını. Hə. Vartaşı. Hə. Hə Mirzə? В каком году? 1991-ci ildə də Oğuz eləyiblər adını. Qaytarıblar adını Oğuz eləyiblər. 91-də. Və Vartaşen kim olub? Adam. Adam. Ad olub. Və niyə onun adını qoyublar? Çünki pravитель idi hamısı orada. Yoxsa nə idi yadımdadır. Müəllim, siz nə deyirsiniz bu işə? Salam bey. Orada yok. O söhbətdə oldu. Vartaşen'den ne aşırsınız? Kurtkaşen'den ne Hədə Vartaşen, niyə Vartaşen? Kimdir ki bu Vartaşen? Vartaşen. Ne bileyim ala kim? Biz erməni dili bilirik. Erməni dili bilmirsən. Demə erməni dili bilmir. Və Wikipediyada nə oxudu? Hə, o yazılmır. Yalandan yazıblar. Hə. Yola verəcək. Hansı kəndi? Sizin. Yox, Safadır ki, Aks Safadır ay bura. Niyə kəndin adını dəyişiblər axı? Niyə? Kəndin? Ha, İskranı, İskranı dəyişiblər. Olub aşağı kəsəmən. Qayıdıb, yox, qayıdıb, dəyişiblər. Qayıdıb aşağı kəsəmənlidir, kəsəmənli. Hə, doğru. Adınız nə oldu? Toğru. Doğru. Familiyos? Əlibəyli. Əlibeyli. Ay. Hə, nə bildin sən Oğuz haqqında? Oğuz avqustun 8-i 1930-cu ildə təşkil olunmuşdur. Cavid Bəy. Cavid Əbdülqədirov tərəfindən. Cavid Əbdülqədirov tərəfindən. Malades. Bəs tapdın niyə Vartaşen qoyub adını? Hə? Niyə Vartaşen qoyublar adını? Ermənilər orada yaşayanda adını elə qoymuşlar. Orada bir de adam var. Vartaşen, Armenski. Belə adam var idi. Kesnikimiz var idi. Ya, Vartan orada olub, Uzin olub. Erməni olmuyor, Uzin olub. Ucin olub Vartan. Ha, Vartan. Ancaq Vartaşen belə baxanda ermənidir. Yəni mən təklif edirəm bu söhbəti saxlayaq indi Oğuzlulara. Oğuzlulara çatanda məncə bu sualı vermək olar. Olar ha. Sizin kəndinizin adı qabaq olub Vartaşen. Niyə? Niyə? Vartaşen erməni dilində perivodu, Vartan qızıl gülдür, rozadır. Bu erməni zaddır bilir. Şen də polidir. Elə bil Polye Tsvitok. Poli roz və poli Polye roz. Poli roz. Так. Ну, они воспользовались этим моментом, yani soxdular ki, ana biz deyilik də, ermənilər her şey первый на şey. Доброе утро. Доброе утро, родной. Trip начинается. Gedə görə Oğuzda başımıza nə gəlir? Ve sabahımız xeyir. Oğuz mu Vartaşen mi? Oğuz. Onu orada biləcək. Oğuz. Hələ ki Oğuz. Davay ölüm. Ölüm sağ ol. Mamador yumurta ilə bir yol qırağında. Bakıdan Çapaya gelirik. Hə. Amma biz Akstafaya olmadı. gedib çıxmadıq. Qismət. Kürdəmirdə yeyib içirik. Elə burada da qaldı.
Ay falan yerə gedək, ya falan yerə. Həqiqət, harada gəldin, oturdun, asıyor. Причин oldu ki, uşaqlar açdı. Ну, добрый вечер. Давай, Мирза, увидимся на месте. Olsun bir şey var tadı. Mirza, deyirdin ki bu Akstafada bina ağacı var. Sonra tapdın ki 4 dənədir. Bəli. Kürdəmirdə neçə dənədir? Bir də. O da bu da. Bəli. Bax, orada bina ağacı yoxdur. Bunlar sayılmır. Onlar bizə başladı. Ay Kirvə, Ha, yatırsan mı ölüm? yetti be. Gelirsən mi ölüm? Ay, götüm yapma öyle. Ayağının alimele var yola, var. Yatırsan mı? Yere var. Hadi gelin de bizim rayona. O rayon değil. Həyətdə bir oynayırıq, hamı dağılışır da yayda. Biri Şəkiyə, biri Qazada, biri ona bura. Və ona görə məndə o uşaqlıqdan rayon həvəsi ömür boyu qalır. Yəni, bu mənim uşaqlıq dostumdur. 15 yaşında 30 illik dostumdur. Bir yerdə bugün işləyirik, oğlumun kirvəsidir. Bu ayaq kimi tutdu, kesir. Tamam bizim kirvəsi. Amma yeganə o gedəcəyimiz yer Sıraz yegan əslində Kilvə də Bakılıdır. Yəni o rayonu var, aysa. O rayonu var. Yəni ilk belə şey olur ki, Bakılı. Gedək sizin rayonu. Mən rayonum yoxdur, sənin rayonun ki vardır. Gedək sizin rayonu.
yolu elə açdıq. Əslində burada gələndə biz gedirdik Aşrafaya. Prosta yolda proqnoza zada baxdıq, dedilər ki, yox gedək Oğuza. Cavid dedi ki, gəlin gedək Oğuza. Mən sizə sözlədim, çünki baxdıq Aşrafada yağış falan, palçıq, dedik yaxşı, dönək Oğuza. Amma mən heç də peşman deyirəm, bu cür yeri mən görməyim üçün dəhşətli dərəcədə şadam. Yəni, mən belə təsəvvür eləmirdim, yəni şad oldum, ləzzət elədi. Ləzzət elədi. Sağ olun ki, bizim belə qonumlar var. Caviddir də sakit, sıxıb saxlayıb. Bakılılar belədir. Ama sıxıb saxlayıb yox. Məndə sübutlar var. Açıb sənə göstərərəm, videolar atmışam, o çəpik yadındadır, şeyin yanında. Hamısını atmışam. Mən sadəcə deyim ki, cavab 40% Bakıda deyil. 60% Quraldır. Burada məni tanıyır, evlilər burada qalır. Prosta arada çıxıram da. Normalno. Məndə bacanar yoxdur, yəni mən onun ləzzətini zad bilmirəm. Bu məndə bacanar deyil də, bu mənim məhəllə uşağımdır. Bu mənim Bakılımdır, bu mənim Mərdəkanımdır. Və 7-8 növbədən sonra bacanardır. Yəni ki, ilk növbədə bacanaq olsaydı, bəlkə mən də elə deyərdim ki, öncə bacanaq. Amma ilk növbədə bu mənim Bakılımdır, bu mənim şəhərlimdir. Biz bu ilə mərkəzdə böyümüşük. Hər tərəfli Mərdəkan, Türkan, Buzovna, bizim yəni ümumi ortaqlarımız var. Və belə deyil, bəlkə sizdə də var, bilmirəm. Bakıda elədir, sizdə bilmirəm. Məsələn, yaxın bir kəndlərin bir-birinə oxşar panetkası olur. Bizdə panetka deyirlər, bilmirəm, sizdə bəlkə düşüncə, yaxın kənd. Alını götürsün, bəlkə düz gəlməz. Gəlməz, ömrü boyu gəlməz. Amma şəki ilə müqaslı, şəki ilə müqaslı. Adamlarla biraz düz gəlir bunlar. Ağabeydə zaten. Bəlkə Ağdamlılarla düz gələr. Yani göstərəcəyim. O yesin. Yesin. Hayat iyi. O bir şey döndü, kuştum yiyin. Yerin bir konuşun neyse geliyor. O şu adi şeydi de smarojina. Ha? Smarojina söylüyor. Zinç smarojina diyor. Yox. Ne zordu? Yarpağını? Alça kimidir? Olsa da. Hı? Teşekkürler. Çok sağ ol. Qaba büyüyüb. Başım, kənd əhli də bilmir, hə? Bilir, prosta demirlər. Bunların adını kənd əhli özü bilir. Bilirlər, demirlər. Bilmədilər, bilmirlər. Sili qırağa vermək istəmir. Qırağa vermək istəmir ya, inşallah. Hə, Oğuz nə demək? Oğuz elə, Oğuz yurdu. Türk tayfalarında. Ana ayısı oldu. Oğuz yurdu. Yəni Türk tayfaları, Türk Oğuz tayfalarının bir məskunlaşdığı bir sahə. Osmanlı hardan gəlir? Osmanlı imperiyası deyirlər. Osmanlılar hardan gəlir? Burada da Oğuzda da ermənilər çox olubdular. Çox olubdular, çox mütəşəkkir. Qaşındı. Qaşəndə də. Elə orada da bizdə ən çox bizdə olubdular. Yox, Ona görə onlar elbi ki Vartaşen oradan qoyduqdu abi. Düşdün mü? Amma biz bilməm uşaqlarla tapdıq ki, Vartaşen ermənilərə aid deyil. Onu deyirlər. Vartaşen nəyə görə deyirlər? Vartaşen. Vartan. Vartan. Yox, orada Vartan sözündən də ucinlərdə belə ad var, Vartan. Güllər deyir. Ucinlərdə var. Burada ucinlər var da, ermənilər tək deyil ki burada. Ucin nə qədərdir burada? Çox deyil. Yox, elə çox Çox da azdır, amma o vaxt Udindən çox erməni olubdu.
Yəni sən Kənd var. eşitdiyi görsən yoxsa təsəvvür yəni Yox, Caludda, Calud kəndi var bizdə, Calud kəndi. Sırf erməni olubdu o vaxt. Calud Calud. Calud kəndi var, Calud. Sırf erməni olubdu hamısı. anca erməni. 2 dənə, 3 dənə, məsəl üçün 5 dənə Azərbaycan erməni olubdu. kəndi olub olan Yaşayan erməni çox- məsələn meçidləri Oğuzda, Onu bilmirəm. Oğuzda bunu böyük yalan. erməni qəbirstanı var. Ha, Oğuzda heç. Oğuzda var. Qulaq bu odun peşi burada. Romantik hayatı. Ben size gizlem olacak. Romantik hayatı o zaman. Hə, bu kravatda niyə bura çəkmisiniz? Hə? Alacaq. İşıq qəşəng salırdın da, işığı sal görün, video çəkirəm bax. Hə. Ay tadı. Hardasınız siz? Ruhlanır. Ruhlarla de bu ölü adamın ruhu çıxacaq. De bunun. Çıkabilirler. Çıkarız ama çıkarız. Sakit. Elə cavab vermirlər ki. Yandı uyandı gözü. Necə eləyibsə Yüzünə salmadım, bizi yatırıb. necə eləyibsə siqaret düzyan da qulağımda da telefon səsi. Siz nə gülürsünüz? Hər şey. Deyəsən Müəllim nətərdir? Yaxşılıqdır. Dincələ bildinmi ölüm? Yata bildim. Deməli, biz dünənlərim hardasa axşam 7-8-də oturduq çörək yeməyə. Qoyuram maşına da. Tez, 6-da. Maksimum 8-də kirvəvzu yatmışdı. Bunu qoyuram bunu. Bir də hindi durub. Neçə saat eləyir? 14 saat yatıb, bir 2 saat da maşında yatıb, 16 saat. Двойной. Bu da sizin şəlaləniz. Telefondan
Necədir? Xas, xoşumuza gəldi. Bütün günü telefondadır. Dağılacaq. Özüm indi imam uçacaq göylərə.